Bilirsiniz də, Pesi Bala Heydərin arvadını, Alona Əliyevanı gəzdirməyə aparan, ona qulluq edən Anar Ələkbərovdur. İndi bu Heydərə, Alonaya, Anar Ələkbərova, İlham Əliyevə baxıram və yadıma bir lətifə düşüb. Deməli, iki əkiz qardaş olur. Birinin adı Əlidir, birinin Vəli. Əlini bir qızla evləndirirlər. Bu qızı götürür, gəlir evə. Qız da üzdən seçənmir. Əli kimdir, Vəli kimdir. Deməli, bir gün Əli gəlir, Vəli gedir. Vəli gəlir, Əli gedir. Qız da bezir. Qız gəlir qaynatasının yanına. Deyir, ay əmi, mən bir şey başa düşmürəm. Siz məni Əli ilə evləndirmisiniz, yoxsa Vəli ilə? Qaynatası da deyir ki, qızım, arada Əliyədə olar, arada Vəliyədə olar, arada isə Əmiyədə olar. Bu nə ailədir? Ay Pesi Bala Heydər, sən kimi almısan? Bu nə xiyar ailədir? Siz belə yaşayış olar? Siz necə bir-birinizin üzünə baxırsınız axı?